Son olaraq order flow'un bu absorption'ına yaxın olan mövzusu bizdə qalıb iceberg əmrləri. Bu iceberg əmrlər sadəcə bunu yenə deyirəm, görmək olmur. Ümumiyyətlə əmrlərin əksəriyyəti ilə icebergdir. Yəni necə deyim? Mən bilirsiniz ki, doma çox da yaxın isti baxmıram, yəni depth of marketə. Çünki necədir? O saniyələr içərisində sürətlə dəyişir, yeni əmrlər gəlir, əvvəlkilər ləğv olunur. Çox sürətlə baş verir. Yəni hələ də icra olunmamış həcm manipulyasiya oluna bilər, bəli. Dəyişdirilə bilinər, götürülə bilinər, likvidlik sürüşdürülə bilinər. Amma ki, icra olunmuş həcm qətiyyən dəyişdirilə bilməz. Ona görə verilən qərarların əksəriyyəti artıq icra olunmuş əmrlərə əsasən verilir ki, burada niyyət, arxa fonda yatan likvidlik, yatan niyyət qiymətə necə təsir edir, hansı hissələrdə absorb eləyir. Orada absorb eləyənlərin niyyəti nədir? Məsələn, bunu oxumaq olur. Və bir də ki, əsas qiymətin yaddaşı olan hərracla biz baxırıq. Birinci hərrac əsas da ona görə deyirəm ki, birinci gəlir hərrac məsələsi, ondan sonra da gəlir order flow. Yəni biz indi bu order flow 2-yə keçdik. Yəni mən burada indi izah elədiklərim, baxın, bunların belə baxsaq, bunlar order flow 2-yə aiddir. Deməli belə. Deməli iceberg əmrləri də eyni zamanda likvidlikdir. Amma bu elə bir likvidlikdir ki, bu hələ, yəni ümumiyyətlə heç kəs tərəfindən görünmür. Demirəm, data providerlar bəziləri bir hissəsini göstərir ki, hə, burada bu qədər satış var, satmaq istəyir likvidlik. Burada bu qədər alış var. Həmin o data providerlərinin belə heç birinin əli çatmır həmin ona. Və bu sadəcə necə bilinə bilər? Yəni bu burada iceberg varsa. Deməli, deyək ki, burada iceberg var. Bu nə deməkdir? Qiymət bunun üstünə alıb keçə bilməyəcək. Çünki niyə? Bu çünki deyək ki, 5000 dənə satmaq istəyir, 5000 kontrakt. Bu 50-sini bir çıxardacaq bazara, 50-sini ağızlar dolduracaq. Sonra algoritm o dolan kimi 50-sini də kəsib çıxardacaq yerinə. Yəni o dolan kimi yenisini çıxardacaq. O dolan kimi bir əcədə bu 5000 dənə onsuz da burada var deyə qiymət bunun üstünə keçə bilməyəcək. Çünki hər dəfə gələcək alıcılar buradakı satış likvidliyini istehlak edəcək baha qiymətdəki, qayıdıb qiymət düşəcək. Və əks tərəfdə nə baş verir? Deyək ki, qiymətdə bu dəfə alış likvidliyi var, yəni belə bir gizlədilən iceberg var. Bu da deyək ki, məsələn 50-yə atıram. Bu 50 atıram. Ola bilər ki, burada 30-unu çıxardır. Ola bilər 10 dənəsini çıxardır. 100 dənə var, 100 dənə satmaq istəyir, amma 100-ü görünsün istəmir. 100-ü burada gizlədir, məsəl üçün 10-onu çıxardır. 90-ı qalır, sonra yenə 10-unu çıxardır. Amma bu necə təsir edir qiymətə? Qiymət məsələn düşür. Bu hissədəki satıcılar alış limitlərini doldurur. Qayıdır yenə qiymət bu hissəyə birazcık qalxır, qayıdır yenə düşəndə həmin buradakı satıcılar yenə buradakı alışları doldurur icebergdəki və sonra yenə doldurur. Və nə olursa olsun, buradakı bu satış həcmi icra olmağına rəğmən qiymət bir yerdən sonra onun əksinə keçə bilmir. Yəni niyə? Çünki oradakı iceberg likvidliyi onu saxlayır. Gizlədilmiş iceberg likvidliyi hər dəfə qiymət buraya gələndə bir hissəsini doldururlar, qiymət qalxır. Bir hissəsi dolur, qiymət qalxır. Və ən sonda da qiymət adətən əksinə qayıtmağa və çox uzağa davam etməyə meyilli olur. Yəni burada isə necə olur? Bir hissəsini alış həcmi satış likvidliyini doldurur, qayıdır aşağı düşür. Alıcılar qiyməti yuxarı qaldıranmır, satış likvidliyini doldurur, qayıdır aşağı düşür. Yenə alıcılar qiyməti qaldıranmır, satış likvidliyini doldurur, yenə qiymət aşağıya düşür. Yəni iceberglərin marketə təsiri bu cürdür. Qrafikdə də bir neçə nümunəyə baxaq, kifayətdir. Məsələn, bu hissəyə fikir verin. Deməli, burada bir dənə, baxın, bu yerdə alış absorptionu var, elə deyilmi? Yəni, iceberg bir növ hissəli absorptionlardır demək olar əslində bunu, amma təkrarlanan olması daha yaxşıdır. Məsələn, bu hissədə görürsünüz, alış həcmi daha çoxdur satış həcmindən. Bu hissədə qiymətə təsir eləyə bilməyib. Ondan sonra da təsir eləyəməyib. Burada da yenə çox da qaldıra bilməyiblər, təsir eləyəməyiblər. Halbuki burada da çoxdular yenə də. Və yenə bu həmin high olan yerə kənarda bir dəfə də baxsanız,
Görürsünüz ki, yenə həmin şey baş verir. Qiymət bura çatan kimi alıcılar yenə burada ilişir. Alış həcminin hamısı qarşı tərəfdəki icebergi doldurmağa gedir. Yəni satış likvidliyini doldurmağa gedir. Qiymət yenə burada gücənməyə başlayır. Satıcılar təsir edir, alıcılar təsir edəmir. Bu da eyni zamanda qiymətin əksinə qayıdışına başqa bir işarədir. Bunlar yenə deyirəm, iceberg hansısa bir model və yaxud da şey deyil. Bu ümumi bəlkə nəsə istifadə edəndə sizin girişinizə güvən qatacaq bir şeydir. Amma yenə də mövcud deyə bunu öyrətməliyəm. Yəni buna özüm aktiv istifadə elədiyim ya belə, yəni əvvəl baxmışam, sadəcə olaraq aktiv hansısa bir yanaşmamın bir parçası deyil. Amma burada özüm bu top 50 ondan ötürü deyil ki, özüm nəyə baxıramsa onun hamısı mütləq bir onlar olmalıdır, başqa heç nə olmalı deyil. Xeyr, burada hər şeyə mən toxunmalıyam. Çünki ola bilər ki, bunu mən baxmıram, amma bir başqası üçün yararlı olacaq. Bir başqasının yanaşmasında bir hissəni təşkil edəcək. Ona görə top 50, yəni daha çox mənim şəxsi bucağımdansa, şəxsi yanaşmalarımdansa mövzular nələr daxildirsə hamısını əhatə eləmişəm. Yəni order flow və hərras teoremi anlamında, yəni nələr daxildirsə, başlanğıcda nələri bilməlisinizsə, hamısını daxil eləmişəm və bu kimi bir playlist, bu kimi bir seriya bir də heç yerdə tapmayacaqsınız. Bunun kopyası ola bilər, amma sırf məsəl üçün bunun kimi və yaxud da yəni onsuz da ilk budur. Yəni onsuz da başa düşəcəyiniz dildə ilk budur. Xarici mənbələr belə yoxdur. Həqiqətən deyirəm, ən tərifli qlobal kurslara da gedin baxın. Ən tərifli YouTube playlistlərinə, bootcamplara baxın. Yoxdur, yəni belə tərtəmiz hamısını bir playlistdə tapa biləcəyiniz bir şey yoxdur. Hamısı playlist çəkməyə əsasən məsələn xoşlamır. Bir dənə mövzunun adını eşidəndə ona aid bir dənə animasiyalı video çəkir, daha çox monetizasiya eləsin. Amma playlist çəkmək, yəni video kurs çəkmək, bootcamp çəkmək daha çox çətindir və daha həmişə az baxılır. Long termdə bəli, o baxıla bilər illərlə, amma ki onu çəkmək short term üçün daha çətindir. Çünki kanalı ancaq yəni eyni seriyanın videoları doldurur. Hər video bir əvvəlkindən daha da az baxılmağa başlayır, daha da az maraq görməyə başlayır. Ona görə də ki, bu playlistlərin davamını gətirməkdə lap bilən adam üçün belə, bunların hamısını yaxşı bilən adam üçün də şey olmur. Kanalını istəmir ki, yəni sırf eyni playlistin mövzuları ilə doldursun, maraq azalsın. Yəni belə, yəni ümumiyyətlə icebergdən o qədər də yəni çox bəhs edəcək nəsə yoxdur. Sadəcə olaraq ki, absorptionu eləyənin əslində böyük bir iceberg olduğunu və qiyməti hər dəfəsində onun üstündən çıxmağa qoymadığını göstərir. Və şərt o deyil ki, iceberg sadəcə bir nəfər tərəfindən və yaxud da bir iştirakçı tərəfindən verilsin. Həmin hissədə bir neçəsi üst-üstə düşə bilər, alt-alta düşə bilər. Yəni mən indi burada göstərdiyim bir dənə icebergdir. Qiymət hər yerdə iceberg doludur. Yəni çünki bilirsiniz niyə? Siz DOM-da sadəcə istədiklərini qoya bilərlər. Likvidlik nədir? Likvidlik görünən likvidlik var. Gizlədilən likvidlik var. Yəni qiymət ora çatanda avtomatik alqoritm tərəfindən ora verilən. Və bir də niyyətli likvidlik var. Siz niyyətli likvidliyə əliniz çata bilməz. Siz gedib onların beyninə, ürəyinə girə bilməzsiniz ki, burada niyyətli likvidlik var. Yəni bu əslində potensial bir bombadır, hər an partlaya bilər. Potensial hər an atış eləyə bilər. Siz bunu görə bilməzsiniz. Sizin görə bildiyiniz tək şey uzağı likvidlik providerinin likvidlik provider deyim, data feed-i verən şeyin, yəni datayı verənin göstərdiyi cüzi bir likvidlikdir. Amma əsl likvidlik yenə deyirəm, bir çox növdə ola bilər, gizlədilmiş likvidlik, görünən likvidlik və bir də niyyətli likvidlik. Niyyətli likvidlik isə heç nə göstərə bilməz sizə. Heç nə göstərə bilməz. Ona görə də ki, yəni o manipulyasiya oluna bilər, niyyətləri dəyişə bilər. Orada likvidlik verəsi olsaydı da, niyyəti dəyişdi deyə, fikir dəyişdi deyə verməyə bilər. Bu kimi şeylərə diqqət eləmək lazımdır. Belə bu videodan bu qədər, növbəti videolarda görüşərik.